Mən yalnız səni sevirəm. Axı o kişi məndən dövlətlidir. Cəhənnəm olsun. Məndən gözəldir. Çox mənə lazımdır. Məndən cavandır. İstəyir lap uşaq olsun, lazım deyil. Yalan deyirəm. Yalan deyirəm gözəlim Gülnaz. Doğrudur, o kişi məndən 1000 dəfə dövlətlidir. Amma özü qocadır. Azından bir 50 yaşı var. Görsən qorxarsan. Azərbaycan kinosunun ən məşhur Gülnazının həyatında gizlənən maraqlı hadisələri birlikdə öyrənək. Hazırsınızsa, başlayaq. Mən elə bugün səni sevdiyimi atama deyəcəyim. Yox Gülnaz. Sən mən deyənə qulaq as. Atana heç bir söz demə. Mən bilirəm ki, atanın pula çox ehtiyacı var. O istəyir ki, səni məktubada verib, əvəzində pul alsın. Bugün sizə Azərbaycan kinosunun unudulmaz simalarından biri, O olmasın, bu olsun filminin Gülnazı kimi yaddaşlarda qalan Tamara Gözəlovanın maraqlı və keşməkeşli həyatından danışacağıq. Tamara Gözəlova 1940-cı ildə Bakının qədim İçəri şəhərində dünyaya gəlib. O, hələ 14 yaşında məktəbli ikən həyatını dəyişəcək bir hadisə ilə qarşılaşır. Bir gün oxuduğu məktəbə film çəkilişi qrupu gəlir. Aktrisa həmin günü belə xatırlayır. İngilis dili dərsindəydik. Birdən sinifə 5-6 nəfər daxil oldu. Bizim sinifdən bir neçə qızı seçdilər. Direktorun otağına girəndə gördüm ki, orada təxminən 60-a yaxın qız toplaşıb. Bir müddət sonra isə məni birbaşa filmdə Gülnaz roluna təsdiq etdilər. Bu yaxında oynarsan. Necə? Bu yaxında toy eləyirsən? Yox, toy mən eləmirəm. Rüstəm bəy Gülnazı bir qoca kişiyə ərə verir. Bu yaxının ürəyinə heç birə gözəl göçək qız qoca kişiyə ərə gedərmi? Sən bir kef olma Gülnaz. Bizi biri-birimizdən heç kəs ayıra bilməz. Beləliklə, Tamara Gözəlova Azərbaycan kinosunun ən məşhur filmlərindən birində baş rollardan birini oynamağa başlayır. Onun tərəf müqabili Arif Mirzəquliyev idi. Çəkilişlərə başlamazdan əvvəl isə hər ikisinə Azərbaycan teatrının görkəmli sənətkarlarından olan xalq artisti Fatma Qədri səhnə mədəniyyəti və aktyor sənətinin incəliklərini öyrədirdi. Bu dərslər 8 ay davam etmişdi. O olmasın, bu olsun filmi 1956-cı ildə lentə alınıb. Filmin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi isə Sabit Rəhman idi. Film dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilmişdi. Bu ekran əsəri Azərbaycan kinosunun ilk rəngli filmi kimi tarixə düşüb. Çəkilişlər zamanı bir çox maraqlı hadisələr yaşanıb. Filmdə Rüstəm bəy qızı Gülnazı Məşədi İbada vermək istəyir. Həmin səhnələrin birində Barat Şəkinskiyanın canlandırdığı Sənəm etiraz edərək deyir: "Ay balam, qoca kişiyə onu niyə ərə verirsən?" Bundan sonra Ağa Sadıq Gəraybəylinin canlandırdığı Rüstəm bəylə Sənəm arasında mübahisə başlayır. Beləsini çıraqla da axtarsan tapa bilməzsən. Qocalandan sonra heç də ağrım onun özünə də dövlətini. Ay qız, sən fırla, danışma. Sən belə işləri qanmazsan. Mən nə qədər qanmaz olsam da öz cavan qızımı qoca kişiyə ərə verməm. Nə vaxt mən səni qocaya ərə versəm, getmə. Qız mənimdir, mən bilərəm. İstərəm qocaya verərəm, istərəm cavana. Hə, qızım, razısan? Səhnə bir neçə dəfə təkrar çəkilir. Təxminən 10-cu dubulda elə olur ki, istifadə olunan kasa əvvəlki dubulda sınaraq xırda-xırda olmuşdu. Buna baxmayaraq, rejissor çəkilişi dayandırmır. Çəkiliş bitdikdən sonra məlum olur ki, aktyorların üzündə və əllərində xırda şüşə qırıqları qalıb. Amma səhnə uğurlu alındığı üçün yenidən çəkilmir. Filmdən sonradan çıxarılan maraqlı səhnələr də olub. Belə səhnələrdən biri Məşədi İbadın qaçdığı vaxt baş verir. Onun başmağı ortalıqda qalır. Daha sonra müxtəlif adamlar başmağı fərqli üsullarla ona qaytarmağa çalışırlar. Biri dəsmalla götürür, biri əsanın ucunda gətirir. Nəhayət, başmaq sahibinə çatdırılır. Tamara Gözəlovanın sözlərinə görə, bu çox gülməli səhnə olsa da, sonradan filmdən çıxarılıb. Birdən ağam gəlir, gedim göz qulağım. Aktrisanın xatırladığı ən maraqlı hadisələrdən biri isə Məşədi İbadla ilk görüş səhnəsi olub. O deyirdi: "Bu söz ssenaridə yox idi. Mənim 14 yaşım vardı.
Məşədi İbad isə saqqallı, yaşlı kişi təsiri bağışlayırdı. Səhnə bitəndə qeyri-ixtiyari dedim, "Baba, sağ olun." Hamı gülməyə başladı. Dedilər ki, "Baba demə, əmi de." Əmi, sağ ol, daha biz gedək. Ne? Emi? Hoş gettiniz. Bir deri şeytan deyir. Bunların ikisini de birden al yine. Maraqlıdır ki, Tamara Gözəlova təkcə aktrisa olmayıb. O həm də Azərbaycan televiziyasının ilk diktorlarından biri kimi tarixə düşüb. Bir çox insan əvvəlcə onun filmdə çəkildiyini, sonra televiziyaya gəldiyini düşünsə də, əslində vəziyyət tam fərqli olub. Hanım, seninki saçın bu kadar karadır. Yəqin sen de benim kimi hena koyursan, he? Xeyr, hənə qoymuram. Mənim başım hələ ağarmayıb ki. Qocalmayıb ki, hənə qoysun. Xeyr, hanım, benim de saçım ağarmayıb. Ben saqqalıma hena koydum, koymadım. Həmişə qapqarı şeve kimidir. Ancak bir no adetkerde olmuşam. Allah ölenlerimize rahmet eylesin. Benim rahmetli yanam diyerdi ki, henamın vakti keçende başım ağrıyır. Çünkü bir no adetkerde olmuştu. Aktrisa televiziya sahəsində çalışarkən Bakıda Hind filmləri festivalı keçirilir. Məşhur Hind aktyorları Raj Kapur və Nərgiz də tədbirdə iştirak etmək üçün Azərbaycana gəlirlər. Rəşid Behbudovun təşəbbüsü ilə qonaqlar televiziya studiyasına dəvət olunur. Tamara Gözəlova həmin günü belə xatırlayır. Material götürmək üçün studiyaya daxil oldum. İçəri girən kimi Raj Kapur dönüb qapıya baxdı. Məni görən kimi pianonun arxasına keçdi və O olmasın, bu olsun filmindən musiqi çalmağa başladı. Bununla mənə bildirmək istəyirdi ki, məni tanıyıb. Gerçi kocadır babam yaşında, horttandır, çoxandır, koyma geldi. Kirdarı yamandı, koyma geldi. Təvazökar və utancaq xarakterə malik olan Tamara Gözəlova böyük uğur qazanmasına baxmayaraq, O olmasın, bu olsun filmindən sonra aktyorluq fəaliyyətini davam etdirmədi və yeni filmlərə çəkilmədi. O uzun illər Azərbaycan Milli Kitabxanasında çalışdı. 1965-ci ildən 2011-ci ilə qədər burada şöbə müdürü vəzifəsində işləyərək mədəniyyət sahəsinə xidmət göstərdi. Bu gün də Tamara Gözəlovanın canlandırdığı Gülnaz obrazı Azərbaycan kinosunun ən sevilən qəhrəmanlarından biri olaraq qalır. Aradan 10 illiklər keçməsinə baxmayaraq, tamaşaçılar onu məhz həmin saf, məsum və gözəl Gülnaz kimi xatırlayırlar.